Daniel Kiz, Elcornun üçün güllər. 20 mart. Mən çox çörəkxanadakı işimə geri qayıdıram. Həkim Strauss professor Nemra deyib ki, mən işimə qayıtsam yaxşı olar. Ancaq mən heç kimə əməliyyatın nə üçün olduğunu deyə bilmərəm. Mən hər gün axşamlar işdən sonra laboratoriyaya 2 saatlıq getməliyəm ki, testləri eləyim. Bir də ki, bu axmaq hesabatları da yazmalıyam. Onlar mənə bunlara görə pul verəcəklər. Yarım günlük iş kimi. Çünki bu Oelberg fondu ilə olan razılaşmada tələb olunur. Mən hələ də bilmirəm ki, Oelberg nə deməkdir. Miskinyan mənə başa salıb, ancaq mən yenə də başa düşmədim. İndi fikirləşirəm ki, mən ağıllı olmayacamsa, bunlar mənə niyə pul verirlər? Bu axmaq şeyləri yazım. Amma onlar mənə yaxşı pul versələr, mən bu işə davam eləyəcəm. Ancaq yazmaq çox çətindir. Nə yaxşı ki, mən çörəkxanadakı işimə geri qayıdıram. Mən oradakı dostlarımla birlikdə əylənməmiz üçün darıxmışam. Həkim Strauss deyir ki, mən həmişə cibimdə qeyd kitabçası gəzdirməliyəm ki, birdən nəsə yadıma düşər. Hər gün inkişaf hesabatını da yazmağa ehtiyac yoxdur. Ancaq xüsusi bir şey olanda ya da mən nəsə xatırlayanda yazmaq lazımdır. Mən ona dedim ki, mənim başıma xüsusi bir şey heç vaxt gəlmir və mən heç bir xüsusi eksperimentin bir işə yarayacağını da fikirləşmirəm. O dedi ki, Charlie, həvəssən düşmə, çünki bu çox vaxt alacaq və aramla baş verəcək və sən bunu birdən-birə hiss eləyə bilməzsən. O mənə başa saldı ki, Elcornun əvvəlkindən 3 dəfə ağıllı olana qədər xeyli vaxt keçibmiş. Demə, Elcornun məni o labirint yarışında ona görə udurmuş ki, çünki ona da həmin əməliyyatdan eləyiblər. O xüsusi sıçandı, çünki birinci sıçandı ki, əməliyyatdan sonra bu qədər müddət ağıllı qala bilib. Mən heç bilmirdim ki, o xüsusi sıçandı. Bu məsələ vəziyyəti biraz dəyişir. Bəlkə də mən bu labirinti adi sıçandan daha tez eləyə bilərəm. Bəlkə də günlərin bir günü mən Elcornunu uda biləcəm. Bu böyük bir hadisə olacaq. Həkim Strauss deyir ki, elə görünür ki, Elcornun həmişəlik belə ağıllı qalacaq. Belə olsa çox yaxşı olar. Çünki bizim ikimizə də eyni əməliyyatı ediblər. 21 mart. Biz bugün çörəkxanada xeyli əyləndik. Joe Carp mənə dedi ki, hey Charlie, bax gör sənə əməliyyatı haraya eləyiblər, ora biraz beyin qoyublar. Mən istədim ki, onlara ağıllı olacağımı deyim, ancaq birdən yadıma düşdü ki, professor Nemr deməyə qoymur. Sonra Frank Reilly dedi ki, Charlie, sən qapını lazım olan yeri ilə açmadın. Mən bu sözə güldüm, onlar mənim dostlarımdır, onlar hamısı məni çox istəyir. Çörəkxanada çoxlu iş var. Çörəkxananı mən olmayan vaxt heç kim təmizləmirmiş. Çünki bu mənim işimdir. Amma onlar işə təzə oğlan götürüblər. Onun adı Ernidir. O mənim əvəzimə sifarişləri çatdırır. Mr. Donner dedi ki, o oğlanı hələlik işdən qovmayacaq. Mən biraz istirahət eləyim, həm də ağır iş görməyim. Mən ona dedim ki, artıq yaxşılaşmışam. Öz işimi görə bilərəm, sifarişləri də apara bilərəm. Çörəkxana təmizləyə də bilərəm, ancaq o dedi ki, oğlanı qovmayacaq. Onda mən soruşdum ki, bəs mən neyniyim? Mr. Donner mənim çiynimə yavaşca şapıldatdı, sonra dedi ki, Charlie, sənin neçə yaşın var? Mən dedim ki, 32, birazdan 33 olacaq. Bəs sən burada nə qədər müddət işləyirsən? Dedim ki, bilmirəm. O dedi ki, sən bura 17 il əvvəl gəlmisən. Sənin rəhmətlik əmin Herman mənim yaxın dostum idi. O səni bura gətirdi və məndən xahiş elədi ki, sənə iş verim. Və 16 il sənə bacardığım qədər yaxşı baxdım. O 2 il əvvəl öləndə anan səni Oerenə verdi. Ancaq mən onlardan xahiş elədim ki, sənin burada işləməyivə icazə versinlər. Bil ki, çörəyi biznesi o qədər yaxşı deyil. Ancaq mən həmişə dediyim kimi sən ömrümün sonunacan burada işləyə bilərsən. Ona görə də narahat olma ki, mən sənin yerinə kimisə işə götürmüşəm. Sən heç vaxt Oerenə geri qayıtmalı olmayacaqsan. Mən heç narahat deyiləm, ancaq o Ernini neynir ki? Axı, mən həmişə sifarişləri çatdırmaq, ortalığı yığışdırmaq işini yaxşı görmüşəm. O deyir ki, oğlanın pula ehtiyacı var. Ona görə də onu saxlamalıdır ki, o çörək bişirməyi öyrənib çörəkçi olsun. Sən onun köməkçisi olacaqsan və lazım olanda ona kömək edəcəksən. Mən indiyənəcən heç vaxt köməkçi işləməmişəm.
Erni çox ağıllıdır, amma qalan uşaqlar onu elə də xoşlamırlar. Onlar mənim dostlarımdır, biz bir yerdə zarafat eləyirik, gülürük. Aradan bir onlar belə deyirlər, hey Frank ya da Joe ya da Jimmy, o indi lap Charlie Gordon kimi elədi. Mən bilmirəm bu nə deməkdir, ancaq onlar gülürlər. Mən də gülürəm. Bugün baş çörəkçi Jimmy o axsaqdı. Erinin üstünə qışqırdı, çünki o ad günü tortu itirmişdi. Qışqıranda mənim də adımı dedi. O dedi ki, Erni, Allah haqqı sən Charlie Gordon olmağa çalışırsan. Mən bilmirəm o niyə belə dedi, çünki mən heç vaxt bağlamaları itirməmişəm. Mən Mr. Donnerdən soruşdum ki, mən də Erni kimi çörəkçi şagird ola bilərəmmi? Dedim ki, əgər o mənə şans versə, mən öyrənə bilərəm. Mr. Donner mənə uzun müddət qəribə baxdı. Məncə ona görə ki, mən o qədər də çox danışmıram. Frank məni eşitdi, başladı çoxlu gülməyə. Ancaq Mr. Donner dedi ki, səsini kəs, get sobanın yanına. Sonra Mr. Donner mənə dedi ki, Charlie, bunun üçün çoxlu vaxt lazımdır. Çörəkçi işi çox vacibdir və çətindir. Sən gərək belə şeyləri düşünməyəsən. Elə istərdim ki, onlara başqa adamlara da əsl əməliyyatdan danışım. Elə istərdim onun mənə təsiri olsun. Mən də başqa adamlar kimi ağıllı olum. 24 Mart. Professor Nemurla həkim Strauss bugün evimə gəldilər ki, görsünlər mən niyə laboratoriyaya gəlmirəm. Mən onlara dedim ki, daha Eljournonla yarışmaq istəmirəm. Professor Nemur dedi ki, mən bir müddət yarışmaya bilərəm. Amma necə olursa olsun, ora getməliyəm. O mənə hədiyyə gətirmişdi, amma mən sonra bildim ki, bu hədiyyə deyilmiş. Həmin əşyanı mənə bir müddətlik verirmiş. O dedi ki, bu əşya televizor kimi işləyən təlim aparatıdır. O danışır, şəkillər göstərir və mən onu yatmamışdan qabaq qoşmalıyam. Mən dedim ki, siz zarafat eləyirsiniz, mən niyə görə televizoru yatanda qoşmalıyam ki? Ancaq Professor Nemur dedi ki, mən ağıllı olmaq istəyirəmsə, onun dediyini eləməliyəm. Mən də ona dedim ki, mənə elə gəlir ki, mən ağıllı olmayacam. Həkim Strauss mənə yaxınlaşıb dedi ki, Charlie, sən özün bunu başa düşmürsən, amma sən getdikcə ağıllanırsan. Sən bunu hələ bir müddət hiss eləməyəcəksən. Necə ki, saatın əqrəbinin hərəkətini hiss eləmirsən. Səndəki dəyişikliklər də o cür baş verir. Onlar o qədər yavaş baş verir ki, sən bunu görmürsən. Ancaq biz bunu testlərdən, sənin hərəkətlərindən, danışığından, inkişaf hesabatlarından başa düşürük. O dedi ki, Charlie, sən özünə də, bizə də inanmalısan. Biz bunun həmişəlik olacağına əmin deyilik. Ancaq bilirik ki, tezliklə sən çox ağıllı, cavan oğlan olacaqsan. Mən dedim, yaxşı. Sonra Professor Nemur mənə televizor olmayan televizoru işlətməyin qaydasını öyrətdi. Mən ondan soruşdum ki, bu nə üçündür? Əvvəlcə o yenə də qaşqabaqlı oldu, çünki mən ondan izah eləməsini istədim və o dedi ki, mən sadəcə onun dediyini etməliyəm. Ancaq həkim Strauss ona dedi ki, o mənə hər şeyi izah etməlidir, çünki mən artıq rəhbərliyin izahatını istəyirəm. Mən bilmirəm bu nə deməkdir, amma Professor Nemur elə görünürdü, elə bil elə indicə öz dilini kəsəcək. O mənə yavaş-yavaş başa saldı ki, aparat mənim beynimə çoxlu təsir eləyəcək. Bəzi şeyləri o mənə təzə yuxuya gedən vaxt öyrədəcək, bəzi şeyləri mən yatandan sonra öyrədəcək. Mənsə onun göstərdiyi şəkilləri görməsəm də, orada danışılanı yuxuda eşidəcəm. Gecələr o elə eləyəcək ki, mən yuxular görüm, bir də lap uşaq vaxtı baş verənləri xatırlaya bilim. Dəhşətlidir. Hə, az qala unutmuşdum. Mən Professor Nemurdan soruşdum ki, mən Miss Kinyanın dərslərinə nə vaxt qayıda bilərəm? O cavab verdi ki, tezliklə Miss Kinyan mərkəzdə mənə xüsusi dərs deyəcək. Mən buna sevindim. Mən onu əməliyyatdan sonra cəmi bir dəfə görmüşəm. O çox mehribandır. 25 Mart. Bu dəli televizor məni bütün gecə yatmağa qoymuyor. Mən gecəni qulaqlarımda susmayan axmaq səslərlə nətər yata bilərəm. Hələ gic-gic şəkillər, dəhşət. Mən heç ayıq vaxtı onun nə dediyini başa düşə bilmirəm. Onda gecə yatanda nətər başa düşə bilərəm. Mən bu haqda Bartdan soruşdum. O deyir ki, belə də olmalıdır. O deyir ki, beynim özü hər şeyi mən yatanda öyrənir. Bu da mənə Miss Kinyanın sınaq mərkəzindəki dərsləri vaxtı lazım olacaq.
Mərkəz mənim əvvəlcə düşündüyümdən fərqli olaraq heyvanlar üçün xəstəxana deyilmiş, ora elm üçün laboratoriya imiş. Mən bilirəm ki, elm nədir, təkcə onu bilirəm ki, mən ona əməliyyatla kömək eləyirəm. Hər nəysə, mən o televizordan baş açmıram. Məncə o dəli olub. Əgər yatan vaxt ağıllanmaq mümkündürsə, onda cəmaət məktəbə niyə gedir? Məncə bu əşyanın köməyi olmayacaq. Mən əvvəllər televizorda gecə verilişinə baxırdım. Heç o məni ağıllandırmadı. Bəlkə ancaq bəzi filmlər adamı ağıllandıra bilər. Bəlkə də sual-cavab verilişləri. 26 mart. Bu əşya məni bütün gecə yatmağa qoymursa, mən səhərlər nətər oyaq qalacam. Gecənin ortasında mən yuxudan ayıldım, daha yata bilmədim. Çünki o dayanmadan deyirdi, xatırla, xatırla, xatırla. Ona görə də mənə elə gəlir ki, mən nəsə xatırladım, dəqiq yadımda deyil. Ancaq deyəsən bu Miss Kinyan və oxumağı öyrəndiyim məktəb haqda idi, mən ora necə getməyim haqda. Uzun müddət əvvəl mən Joe Carp'dan soruşdum ki, o oxumağı necə öyrənib, bəs mən oxumağı öyrənə bilərəm? O, həddətən mən gülməli şey deyəndə güldüyü kimi bu dəfə də güldü. Sonra dedi ki, Charlie, niyə vaxtı itirirsən? Onsuz da beyin olmayan yerə onu qoya bilməzlər ki. Ancaq Fanny birdən məni eşitdi, sonra Beekman kollecində oxuyan əmsi oğlundan soruşdu ki, mən oxumağı necə öyrənə bilərəm? Sonra gəlib mənə dedi ki, Beekman kollecində əqli geriliyi olan böyüklər üçün mərkəz var. O, oranın adını mənim üçün vərəqdə yazdı. Frank isə gülüb dedi ki, birdən o qədər savadlı olarsan ki, köhnə dostları unudarsan. Ona dedim ki, narahat olma, mən oxuyub yazmağı öyrənsəm də, köhnə dostlarımı unutmaram. O da Joe Carp da güldülər. Ancaq Jimmy gəlib dedi ki, gedin işinizi görün. Onlar hamısı mənim dostlarımdır. İşdən sonra mən məktəbəcən olan düz 6 küçəni gedib biraz qorxdum. Mən oxumalı öyrənəcəyim üçün elə sevinirdim ki, qəzet də aldım ki, evə qaydanda oxuyum. Gedib gördüm ki, ora çoxlu şagirdlər olan böyük otaqdır. Mən kiməsə səhv söz deməkdən qorxdum. Ona görə də evə qayıtmaq istədim. Amma sonra niyəsə geri dönüb içəri girdim. Mən o vaxtacan gözlədim ki, otaq boşaldı, ancaq bir neçə tələbə lap bizim çörəkxanadakı kimi yekə bir dənə saatın yanında yığışdılar və mən oradakı bir xanımdan soruşdum ki, mən oxuyub yazmağı necə öyrənə bilərəm. Qəzeti də ona göstərib dedim ki, onun içində yazılanları oxumaq istəyirəm. O xanım Miss Kinyan imiş. Amma həmin vaxt mən hələ bilmirdim. O dedi ki, əgər sabah yenə gəlsən, mən səni qeydə alaram, sonra sənə oxumağı öyrətməyə başlayaram. Ancaq sən bilməlisən ki, oxumağı öyrənmək çox vaxt alacaq. Bəlkə də bir neçə il. Dedim ki, mən bilmirdim, buna bu qədər çox vaxt lazımdır. Ancaq mən yenə də öyrənmək istəyirəm. Çünki bu mənim çoxdankı arzumdur. Mən çox vaxt yalandan özümü elə aparıram, güya ki, oxuya bilirəm. Ancaq bu həqiqət deyil. Mən oxumağı öyrənmək istəyirəm. O əlimi sıxıb dedi ki, sizlə tanış olmağıma şadam, Mr. Gordon. Mən sizin müəlliminiz olacam. Mənim adım Miss Kinyandır. Bax, mən oraya öyrənməyə getdim. Miss Kinyanı da belə gördüm. Fikirləşməklə xatırlamaq çətin işdir. Özü də mən indi çox pis yatıram. Bu televizorun səsi çox yüksəkdir. 27 mart. Mən yuxular görməyə və xatırlamağa başlayandan sonra professor Newman deyir ki, mən həkim Strauss'un yanına terapiya seanslarına getməliyəm. O başa saldı ki, terapiya seansı odur ki, sən özü pis hiss eləyəndə ora gedib danışırsan ki, özü yaxşı hiss eləyəsən. Mən ona dedim ki, mən özümü pis hiss eləmirəm, özü də bütün günü çoxlu danışıram. Onda o terapiya seanslarına niyə getməliyəm ki? Ancaq o yenə qaşqabağını salladı. Dedi ki, sən istəsən də, istəməsən də ora getməlisən. Terapiya odur ki, mən divana uzanıram. Həkim Strauss da mənim yanımda oturur. Mən də ağlıma gələni danışıram. Mən xeyli uzandım, amma heç nə demədim, çünki danışmağa söz tapmırdım. Sonra ona çörəkxanadan, orada nə iş görürük ondan danışdım. Ancaq bu iş mənə mənasız görünür. Onsuzsa mən ona danışdıqlarımı inkişaf hesabatına yazıram. O da onları oxuyur.
Ona görə də bugün mən ona hesabatlarımı aparıb verdim ki, oxusun. Mən də divanda biraz yatım. Mən çox yorulmuşdum ki, çünki o televizor məni yatmağa qoymur. Ancaq həkim dedi ki, belə olmaz. Mən danışmalıyam. Beləcə mən danışmağa başladım. Amma elə söhbətin ortasında yuxu məni apardı. 28 mart. Başım ağrıyır. Bu dəfə televizordan deyil. Həkim Strauss mənə başa saldı ki, onun səsi nətər azaltmaq lazımdır. Ona görə mən daha yata bilirəm. Heç nə eşitmirəm. Hələ də başa düşmürəm ki, o nə deyir. Bəzən səhərlər mən onu təzədən qoşuram ki, görüm yatmamışdan əvvəl bir də yatan vaxt nə eşitmişəm, amma oradan heç bir sözü də başa düşə bilmirəm. Bəlkə o başqa dildə danışır, ancaq orada danışılan çox vaxt Amerikan dilinə oxşuyur, amma ki, çox sürətli danışır. Mən həkim Straussdan soruşdum ki, onun məni gecə vaxtı ağıllı eləməsinin nə mənası var? Axı, mən səhərlər ağıllı olmaq istəyirəm. O dedi ki, bu elə eyni şeydir və mənim beynim 2 beynim var. Biri şuur, o birisi təhtər şuur, belə yazılırlar. Onlardan biri o birisinə nə etdiyini demir. Onlar heç biri-biriyle danışmırlar. Ona görə yuxu görürəm. Özü də necə yuxular, işə bir bax, hamısı da televizor otağıma qoyulandan sonra, o ən gic verilişlərin təsirindən. Ancaq yadımdan çıxdı, həkim Straussdan soruşum ki, təkcə məndə 2 beyin var, yoxsa hamıda? Mən indicə həkim Straussun mənə verdiyi lüğətə bu söz üçün baxdım. Təhtər şuur, şuur altı. Orada lap çox şey yazılıb, amma mən yenə də bu sözün mənasını başa düşmürəm. Bu lüğət mənim kimi küt adamlar üçün deyil. Hər halda baş ağrısı partiyə görədir. Joe Carp'la Frank Reilly məni işdən sonra Haloranın barına içki içməyə dəvət elədilər. Mən viski içməyi xoşlamıram. Ancaq onlar dedilər ki, biz qəşəng əylənəcəyik. Hər şeyə əlaydı. Biz cürbəcür oyunlar oynadıq. Mən piştaxtanın üstündə başında lampanın qalqabağı ilə rəqs elədim. Hamı gülürdü. Sonra Joe Carp dedi ki, mən gərək qızlara çörəkxanatı ayaq yolunda nətər təmizlədiyimi göstərim. O mənə bir dənə pol ağacının əski verdi. Mən onlara göstərdim. Hamı güldü. Mən deyəndə ki, Mr. Donner deyir ki, mən onun indiyəcən ən yaxşı süpürgəçisi və sifarişçisi çatdıranı işçisi olmuşam. Çünki işimi sevirəm və mən onu yaxşı yerinə yetirirəm. Özü də əməliyyat göründən başqa heç vaxt işimdən qalmamışam, nə də gecikməmişəm. Onlar yenə güldülər. Miss Kinyan həmişə deyir ki, Charlie öz işinlə fəxr elə, çünki sən işini yaxşı yerinə yetirirsən. Hamı güldü. Frank isə dedi ki, bu Miss Kinyan Charlie ilə görüşürsə, yəqin başdan xarabın biridir. Joe da dedi ki, hey Charlie, onu əlləmişsən? Mən dedim ki, bu sözün mənasını bilmirəm. Mənə yenə çoxlu içki verdilər. Joe dedi ki, Charlie çoxlu içəndən sonra lap dəhşət olur. Məncə bu o deməkdir ki, onların məndən xoşu gəlir. Biz birlikdə yaxşı vaxt keçirmişik. Ancaq mən elə istəyirəm ki, dostlarım Joe Carp'la Frank Reilly kimi ağıllı olun. Partini necə qurtarmağı yadıma gəlmir, amma yadımdadır ki, onlar mənə dedilər ki, küçənin başına gedib görüm yağış yağır ya yox. Mən gedib baxdım, qaydanda gördüm, onlar orada yoxdur. Bəlkə də onlar məni axtarmağa getmişdilər. Mən onları lap geç saatləracan axtardım, ancaq yolu azdım. Azdığıma görə özümü pis hiss elədim. And içirəm ki, Elcurn'un o küçələri 100 dəfə üzü yuxarı, üz aşağı gedərdi, heç mənim kimi itməzdi. Sonrası yaxşı yadımda deyil. Amma Mrs. Fillin deyir ki, məni evə çox mehriban polis gətirmişdi. Həmin gecə mən atamla anamı yuxuda gördüm, ancaq anamın üzünü görə bilmirdim. Onun üzü təmiz ağ idi, cizgiləri isə yayılırdı. Mən ağlayırdım, çünki biz yekə mağazadaydıq. Mən itmişdim, onları tapa bilmirdim. Malların qoyulduğu cərgələrin yanından o yana bu yana qaçırdım. Sonra mənə bir dənə kişi yaxınlaşdı. O məni skameykaları olan bir otağa apardı. Əlimə soğurma verdi. Dedi ki, sənin kimi yekə oğlan gərək ağlamasın. Çünki ananla atan indi səni tapacaqlar. Hər neysə, bu yuxudur. Mənim baş ağrım var, başımda şiş də var, üz gözüm də gömgöydü.
Joe Cart deyir ki, bəlkə mən yaxılmışam, ya da polis mənə birini ilişdirib. Məncə polis belə şey eləməz. Hər halda mən daha viski içməyəcəyəm. 29 Mart. Mən Il Giorno'nu utdum. Bart Seldon bunu mənə deməsəydi, heç mən özüm bilməyəcəkdim. Amma ikinci dəfə mən uduzdum, çünki həyəcanlandım. Ancaq ondan sonra onu düz 8 dəfə utdum. Əgər mən Il Giorno kimi ağıllı sıçan uduramsa, deməklə ağıllanıram. Ancaq mən heç özümü ağıllanmış hiss eləmirəm. Mən istədim ki, yenə yarışım, amma Bart dedi ki, bugün üçün bəsdir. O mənə Il Giorno'nu bir dəqiqəlik tutmağa icazə verdi. Il Giorno qəşəng sıçandı, lap pambıq kimi yumşaqdı. O gözlərin qırpır, o onları açanda mən gördüm ki, onun gözləri qaradır, qıraqları isə çəhrayıdır. Mən ona yem vermək üçün icazə aldım, çünki onu udduğum üçün özümü pis hiss eləyirdim. İstədim ki, onunla dostlaşaq. Bart dedi ki, olmaz, çünki o xüsusi sıçandır. Onu da mənim kimi əməliyyat eləyiblər. O ilk heyvandır ki, bu qədər müddət ağıllı qalıb və Bart deyir ki, Il Giorno o qədər ağıllıdır ki, o hər dəfə yeməyini yemək üçün kodu hər gün dəyişən qıfılı açmalı olur. Beləcə o yeməyinə çatmaq üçün hər gün yeni nəsə öyrənir. Mən bunu eşidəndə çox kədərləndim. Çünki Il Giorno kodu aça bilməsə yemək yeyə bilməyəcək, yəni ac qalacaq. Məncə yeməyə çatmaq üçün test eləmək düzgün deyil. Görün Bartın özünün xoşuna gələrdi, əgər ona yeməkdən ötürü hər dəfə test elətdirsəydilər. Məncə biz Il Giorno'la dostlaşa bilərik. Birdən yadıma düşdü. Həkim Strauss deyir ki, mən bütün yuxularımı və fikirləşdiklərimi yazmalıyam ki, onun yanına gələndə danışa bilim. Mən ona dedim ki, fikirləşməyin necə olduğunu bilmirəm. Ancaq o başa saldı ki, mən anam və atam və Mrs. Kinyanın dərslərinə başlamağım ya da əməliyyatdan əvvəl olanlar haqqında inkişaf hesabatında yazdıqlarımı fikirləşməkdir. Bəlkə də bu o deməkdir ki, mənimlə nəsə baş verir. Mən özümü fərqli hiss eləmirəm. Ancaq elə həyəcanlıyam ki, yata bilmirəm. Həkim Strauss mənə yuxumu yaxşılaşdırmaq üçün çəhrayı dərmanlar verir. O deyir ki, mən çoxlu yatmalıyam. Çünki dəyişikliklərin çoxu beynimdə həmin vaxt baş verir. Bu yəqin ki, həqiqətdir. Çünki Herman əmi işə getmədiyi günlər bizim evdə qonaq otağındakı köhnə divanda bütün gün yatırdı. O kök idi və çətinliklə iş tapırdı. Çünki o evləri rəngləyir və bu zaman pilləkənlə güclə qalxıb düşürdü. Bir dəfə mən anama deyəndə ki, mən də Herman əmim kimi rəngsaz olmaq istəyirəm, bacım Norma dedi ki, hə Charlie bizim ailənin rəssamı olacaq. Atam onun üzünə şillə vurdu, dedi ki, qardaşına qarşı bu qədər qəddar olma. Mən bilmirəm ki, rəssam nə deməkdir. Ancaq Normaya bu sözə görə şillə vurdularsa, deməli bu yaxşı şey deyil. Norma hər dəfə mənlə zarafat eləyəndən sonra döyüləndə mən onun üçün ürəyim ağrıyırdı. Qoy ağıllanıb, onu mütləq baş çəkəcəyəm. 30 Mart. Bu axşam işdən sonra Miss Kinyan laboratoriyanın yanındakı tədris otağına gəldi. O məni görməyə şad idi, ancaq əsəbi görünürdü. Miss Kinyan mənim xatırladığımdan daha cavan görünürdü. Mən ona dedim ki, ağıllı olmaqdan ötürü əlimdən gələni eləyirəm. O dedi ki, mən sənə güvənirəm, Charlie. Sən oxuya və yaza bilməkdən ötürü hamıdan çox mübarizə aparmısan. Mən bilirəm ki, sən bacaracaqsan. Əminəm ki, sən hər şeyi lap yaxın zamanda əldə edəcəksən və unutma ki, sən bunları həm də başqa geriliyi olan adamlar üçün eləyirsən. Biz çox çətin kitab oxumağa başladıq. İndiyənəcən belə çətin kitab oxumamışdım. Kitabın adı Robinson Crusoe'dur. O adada tək qalmış bir kişi haqqındadır. O elə ağıllıdır ki, özü cürbəcür şeylər düzəldir. Beləcə onun evi də, yeməyi də olur. Özü də o yaxşı üzgüçüdür. Ancaq mənim ona yazığım gəlir, çünki o lap tənhadır və mən onun heç dostu yoxdur. Ancaq mənə elə gəlir ki, adada ondan başqa da kimsə var, çünki kitabın şəklində göstərilib ki, o əlində gülməli çətir tutub, kimisə ayaq izlərinə baxır. Mən ümid eləyirəm ki, onun dostu olacaq və o daha tənha qalmayacaq. 31 Mart.
Miss Kinyan mənə daha düzgün yazmağı öyrədir. O deyir ki, sözə bax, sonra gözlərini yum, onu düz yadda saxlayanacan dəfələrlə de. Demə, mən ağıllanmamışdan qabaq sözlərin çoxun səhv yazırmışam. Mən özümü lap itirmişəm, ancaq Miss Kinyan deyir ki, narahat olma, sən düzgün yazmağı öyrənəcəksən.